Değerli şagirdlər, hər vaxtınız xeyir. Verilən binomun açılışındakı 8-ci həddin əmsalın bizdən soruşur. Ümumi istənilən həddin düsturu necə idi? Binom əmsalı üçün binomun istənilən həddinin düsturu. T k plus 1 bərabərdir kombinizon L elementdən k vurulsun a üstü n minus k vurulsun b üstü k. Təbii ki, nədən söhbət gedir? A plus B üstü n. Yəni, bu formada verilən ifadədən söhbət gedir. A bizdə nəyin yerində dayanıb? 2 bölü x-in. B nəyin yerində dayanıb? X kvadratın. Və təbii ki, k plus 1. Bizdən 8-ci hədd soruşduğu üçün k o zaman neçə olacaq burada? 7 olacaq. N-in də yerində təbii ki, 9 dayanıb. O zaman mən qısa konkret k 7, n 9 yazsam, bu ifadənin həllinə baxa bilərik o zaman. Nə olacaq? Deməli, kombinizon 9 elementdən 7 vurulsun 2 bölü x üstü neçə olacaq? N çıx k. Yəni, n çıx k kvadratı vurulsun b üstü k. B-nin yerində nə dayanıb? Mənfi x kvadrat. Onun üzəri k. K neçədir? 7. Bərabərdir. Bizdən əmsalını soruşur. Bu qaldı yerində kombinizon 9 elementdən 7 vurulsun. Bu bizə nə verəcək? 4 bölü x kvadrat vurulsun. Bu bizə nə verir? Mənfi x üstü 14. Sonra mənfini qarşıya atsam, mənfini buradan silirəm, mənfini atıram qarşıya. Mənfi kombinizon 9 elementdən 7 vurulsun. Bu bizə nə verəcək? 4 x üstü 12. İndi artıq mən kombinizon 9 elementdən 7-ni tapsam və 4-ə vursam, cavabı alacam. Kombinizon 9 elementdən 7 mənə nə verəcək? 9 faktorial bölünsün 2 faktorial vur 7 faktorial. 7 faktorial burada var. Yuxarıda nə qalacaq? 7 gedəcək, yazacam. Neçə? 8 vur 9. Bu da 1 vur 2-dir, hə? Bundan bu gedər. Qalar 4 vur 9. Yəni 36. 36-nı 4-ə vursam, yəni yekun olaraq aldım ki, mənfi 36 vurulsun 4x üstü 12. Mənə əmsal soruşduğu üçün bu hasili tapsam kifayət edər. Bu deyilər mənfi 144. Yəni B bəndi.